Salam xanımlar. Yeni bir gündən hər birinizi salamlayıram. Necəsiz? Həmişə yaxşı olasınız. Bizlər də sorsanız şükürlər olsun. Yaxşıyıq. Bugün, yəni dünən bu evdə təmizlik etdim. Gecə saat neçə qədər oranı təmizlədim videosunu da çəkmişdim. Yəni bundan öncəki çəkilişdi. İndi bugün o günün səhərsidir xanımlar. Belə yenə bugün də küləklidir, amma hava proqnozuna baxaram ki, saat 4-ə qədər küləyi göstərir. Evlərimiz də bərbad tozdur. Düzdür, bütün pəncərələri bağlab saxlayıram mən həmişə külək onu. Bir dənə qapını açıq qoyuram. Elə qapı tərəfdən, koridor falan bütün belə tozdur. Bugün evləri də təmizləmək istəyirəm. İndi ustalarımız gəlibdir. Onlar üçün çay hazırladım xanımlar. İndi sizinlə birlikdə bunu hazırlayaq. Adi günlərdən biridir. Dedim, Allah bilmirəm, çəkiliş edim, etməyim. Yenə evdəyəm, yenə həminki çəkiliş edim, etməyim. Dedim, edim, çünki özümə yaxşı olur da xanım. Özümü yaxşı hiss edirəm çəkiliş edəndə. Dünən gəlmədilər, amma bugün gəldilər də səhərdən gəldilər. Belə. Bu çaynikin o şeyinə xoşum gəlir ki, xanımlar, setkası var. Dəm içinə düşmür. Bu çaynik də mənim qorxulu çaynikimdir. Burası açıla bilər. Düzdür, heç vaxt elə açılıb düşməyib, amma yenə də qorxuram. Bir dəfə yuvandan sonra açıldı o hissəsi. Bu qulp hissəsinin mismarlarıdır, nəydi, şuruplarıdır, töküldü. Elə o gündə Rəşad bizə gəldi. Onu düzəltdirdim. Amma belə heç vaxt açılıb düşməyib. Sadəcə olaraq həmişə hiss edirəm ki, boşalıb, məsafəsi aralanıb, özüm sıxıb qayqadıyım, boğduyum onu balacanı. Onu fırladıram, bağlayıram özümdə. Nə qədər kişilər də sıxırlar, plastikoqla nəylə almır. Yalnız bunu dəmirlə bərkitmək olar. Daha belə bir dəmir götürüb sıxmaq. O da iyi becər görünəcək deyə özüm istəmirəm elə olmağını da. Çaynik yuvaram. Bu filtrdəki suyu tökərəm, içinə qaynayar. Özüm üçün kofe edərəm və filtri dəyişərəm. Yəni su təmizləyicinin filtrini dəyişəcəm. Belə. Termosumuz hazır. Dünənki piroqu da belə qablaşdırdım xanımlar. Rahat durub deyəsən bir qusaq götürüb yeyib. Mən də ustalara belə doğradım bir qab. Yanına konfet qabı görüm, nə var burada. Bəsdir. Elə qapaqla qoyuram, çünki orada küləkdir xanımlar. Yəni ümumiyyətlə havada açıqda və stəkanlar qoyum yanına. Belə xanımlar, bugün də nə bişirəcəm? Bugün axşam Cəsur evə gələcək. Bir dənə sabahın toyuğunu çıxartdım, onu bişirəcəm. Bir də bilmirəm, maşın gəlsə yaxşı olardı. Badımcanı, lobiyası olsa, alıb onlardan da bişirərdim. Tərəvəzdə yemək etmək istəyirəm. Çoxdan da lobiya bişirmirəm. Badımcanı bu yaxınlarda bişirdim. Belə. Bir dənə bu toyuğu qızardaram. Bir də görək tərəvəz olsa, alıb onlardan da bişirərəm. Əsas evi təmizləmək istəyirəm, amma yenə özümə yemək işləri çıxardıram. Belə xanımlar, stəkanları da qoyum. Rafu səsliyim, gəlsin, aparsın. Başqa nə? Heç nə də vəsə. Gəlim özümdə bir stəkan kofe hazırlayayım. Özümə çaynik qaynadım. Mən də bu qusuqu yiyeyim xanımlar. Yaxşı ki bunu bişirdim. Nəsə yerim. Yoxsa mən neçə vaxt heç nə yemirdim. Belə xanımlar, indi bunu aparım. Telefonla aparmaq mümkün olmayacaq. İşığımız da keçib. Hal-hazırda saat 11-ə qalıb. Rafa dedim, Rafa sən mi söndürmüsən ışığı, yoxsa niyəsə keçibdi? O da elə bildi sırası ki, kartda böyündə, yəni şoçikdə bəlkə pul qutarar, amma yəni qutarası məbləğ deyildi. Təkrar yenə pul vurdu ki, görək, yəni tərpəniş olurmu? Olmadı, yəqin hamı da sönübdü. Hamı da sönüb, telefonum da zərətkası azdı. Belə xanımlar, aparım bunları mən. Kofemi süzdüm xanımlar.
Stomatoloqum zəng etdi, Rafa ki, saat 1-ə gəlsin. İndi hal-hazırda 12 işləyibdi saat. Belə xanımlar, tez-tez mən mətbəx işlərini görün, filtr dəyişmək istəyirəm. Tez bu kofeni içim, bu pirogu yiyib. Sonra filtri dəyişmək istəyirəm. Buradakı bəzi işlərimi görüm, gedim yenə ev qalır saat 1-ə. Günorta yeməyi yenə gecikirəm. İşıq da gəlmədi, işıq sönüb hamıda. Belə əzizlərim, göz haqqınızı halal edin. Bunu yiyim, tez işlərimi görüm, hazırlaşım, gedim. Kofemi içib bitirə bilmədim. Elə ki, yedim, durdum. Mən tələsləyirəm, axı mən otura bilmərəm. Çaynikli sürtdüm. Yəni, paralaya biləcəyi qədər. Biz bəlkə də su içində az qoyub qaynadırıq çox vaxt. Ona görə belə rəngi dönüb də görürsünüz də. Məndən başqa orada nəsə görünür. Bir də filtri dəyişdim. Aquaphor'un filtrini dəyişdim. Özündə sürtdüm, yudum. Bu birinci süzüldüyü sudur xanımlar. İndi baxın, bu birinci süzülən suyu tökürəm. Atıram da, yəni kranda atıram. Niyə? Birincisi o filtrin özünü elə düşünürəm də mən. O birincisi yaxalanır. Ondan su süzülür, təmizlənsin. Həm də baxmada belə düşünürəm ki, yuyucu vasitələrlə yumuşam da, nə qədər olmasa birinci suyu atıram, sonra ikinci suyu alıram, bundan sonra istifadə edirəm. Bu Aquaphor, bilirsiniz neçə? Baxın, 5 ildir YouTube'da paylaşım edirəm, 6-cı ilə keçib də. 5 ildə üstünə gəlsə, təxmini 5 il, 10 ilin filtridir. Bu yazıq bizdən əl çəkir, biz əl çəkmirik. Burada belə qəşəng belə çatı da var. Amma hələ də istifadə edirəm, ondan əl çəkmirik. Baxın, burasında qapağı da vardı, dörtülürdü xanımlar. Bir də burada lüləyində də balacası vardı, o da stroydan çıxdı. Belə. İndi süzüləndən sonra istifadə etmək olar. İndi rahat oluram ki, yaxşıdır, istifadə etmək olar. Belə xanımlar. Telefonumun da zərətkası 20%-dir. İşıq da yanmadı, yəni bizlik deyil, şoçkilik deyil. Mən elə gözüm orada olur, xaladelik də burada xət. Yananda bir önce baxın. Qaranlıq. Belə bu kofeni içim, çaşqanı boşaldım. Durum hazırlaşım. Belə işin deyəndə baxın, hər yer tozdur, belə hiss olunur da, rəngi də dəyişib, polun parıltısı yoxdur. Polları silməliydim, yemək pişirməliydim. Bilmirəm, meyvə tərəbətçi gələcək, gəlməyəcək, gəlsə də mən onu, bax bu vaxtları gəlirdi, 12-nin yarısı falan. Bəlkə yoldan gələndə lobiya alım. Elə yoldan alaram. Lobiya da pişirmək istəyirəm, evi də silmək istəyirəm, nə bilim. Eşitdiniz? Maşın gəlib səsləyir. Ürəyim oxudu, gedim görüm nəyi var. Nə yaxşı oldu, Allah ürəyimi eşitdi. Gedim ondan alım ki, rahat olum, görüm. Lobiya badımcan eşitdim. Gedirəm. Gəlirəm daha doğrusu. Xanımlar, çıxdıq elə maşına, Rauf da gəldi. Qarpız yemişi Rauf seçdi. Bəzən qarpız yaxşı çıxmır. Deyirəm də özün bilirsən, özün götür. Bir dənə qarpız götürdü xanımlar. Sonra pomidor evdə var. İndi də gəlib baxıram ki, çoxu var. Əslində pomidor heç alası deyildi. Amma baxmadım da, getdim. Belə pomidor kilosu 1 manat idi. İri pomidorlar deyil, 4 dənə götürdüm ki, daha gəlmişəm, bilmirəm evdə var, yox, baxaram ki. Bunun 2 qatı evdədir. Yaddaş yoxdur da xanımlar, baş işləmir. Hani baxın, düz ziyanı yoxdur, amma yenə evdə var. Üstəlik onu da almışam. Amma xiyar almadım, xiyar bilirdim ki, evdə var. Amma pomidordan əmin deyildim. Sonra biraz biber götürdüm, sonra baxın bu. 3 manat 50 qəpiyə idi bu, qəşəng iri-iridir bu. Keçən dəfəkilərdən bu iri-iridir. Çox sevirəm də gilası. Belə. Lobiya belə evdən çıxanda gördüm, Rauf da gəlir. Maşının səsini eşidib gəlib. Deyirəm, Rauf, lobiya badımcan deyir, heç birindən. Deyirəm, mən lobiya istəyirəm, deyir, onda özü ehtiyat. Belə. Bilmirəm də, burada 1 kilogram da nə qədərdir. Nə yığırıq, onu çəkir, ona uyğun da deyir də pulunu.
Bu da belə gavalıdır xanımlar. Mən çox sevirəm gavalını. Bu il vəbşi çox sevdim nəsə. Bizim yumuşaqdır. Qırmızı olduğuna baxma, hamısı yumuşaqdır. Belə. Bir də Raf yemiş götürdü. Kartofu yenə böyük klokla verir. Hardasa 10 kilo ilə. Dedim yox, nə onlar elə ver ki də yoldan almayaq da, əlimizdə gətirməyək. Raf da dedi, hə. Dayısının sözünə görə tökdü verdi. Bilmirəm indi burada. Az bir 5 kilo olar da onun sözdə. Belə xanımlar, aldıqlarımız bu qədər. Allah hər kəsə aldığını, qazancını şirin ağızla yeməyi qismət eləsin. İçində də bizə 20 manat 70 qəpik elədi əslində. Amma dedik, bacıdır qoy, nədir? Biber atdı bunun üstünə 4-5 dənə, dedi qoy elə 21 manat olsun. Belə. 21 manatlıq alış-veriş oldu. Yaxşı ki, bu maşın var, gəlir, gedir xanımlar. Adam istədiyini alır. Amma dəqiq vaxtını bilmirsən də nə vaxt gəlib gedir. 2-3 gündən bir nəzərdə tuturuq. Qonşum var, Lüviyə deyir, mən dünən bütün gün diri gözlədim, gəlmədi. Deyir, mənim də bugün gözləmək istəyirdim. Elə hey dilimdən keçirdim ki, ürəyimdən keçirdim ki, maşın gəlsə yaxşı olardı. Bir də eşitdim ki, səsləyir. Hə, belə, bunları yerləşdirim xanımları. 12-yə qalıb 10 dəqiqə mən hazırlaşım ki, saat 1-də həkimdə olmalıyam, stomatoloqda. Evdən çıxıram xanımlar, qapını da belə bağladım, lap tozlanmasın, heç kim yoxdur, onsuz da evdə Raf orada işləyir. Raf da qaz çəkmək istəyir. Deyirəm, əlbə bu işi almaqla ayrı fişıq yoxdur axı. Zaryadkam da 20-dir, lap düşəcək. Belə mən çıxıram xanımlar, gedim, da gəlim, yolda heç bir çəkiliş etməyəcəm. Həm zaryadkam da yoxdur, həm 2 yoldur. Bəlkə gələndə göyərti alaram, baxaram. İndi təsadüfən gördüm, dedim çəkin, baxın xanımlar, bunlar burada yuva qururlar. Hər dəfə demirəm, kondisionerin arxasından tökülür çör-çöp. İndi görürəm, burada yuva qururlar. O evində dünən çəkdiyim videoda göyərçin girdi yeni evin çardağına da, kırışasına. Raf deyir, orada balalayıbdır, cücə səsi gəlir. Yəni cücə çıxıb balalayıb. Nə baxın, bax burada qururlar, onlar da yerə tökülürlər. Mən də hər dəfə süpürəndə burada nə qədər çöp süpürürəm. Bu il nə qədər göyərçin balası dünyaya gətirdi ya Raf. Bu il neçə dənə göyərçin balası dünyaya gətirdi. Həyatında heyvan. Heç də deyirəm da. Pladorodlu il oldu bizə. Nə tərdir? Şeir orası çıxdı. Azərbaycan nətərdir pladorodlu? Məhsuldar il oldu. Yəni belə çox göyərçinlərə dünyaya gəldi. Gətirəm. Hə, xanımlar, bunları da aldım, gəldim. İstədim Rafa su alım. Fanta. Almarket işləmir, heç yerdə işıq yoxdur biləcəkdə. Amma bəlkə də Araz marketdə rahatda olar deyir Raf. Çünki onlar nəsə qoşulları, işıq nə deyirlər ona? Ona nə deyirlər? Ona nə deyirlər o işıq qoşulları? Transformator. Onlar ondan qoşullar bilirəm. Böyük marketdə. Bu balaca marketdə işləmirdi. Mən də oradan almadım ki, əlimdə bir də uzun yol gətirməyim. Dedim, elə evin yanından al, marketdən alaram. Bunlara deyir, işıq yoxdur deyə işləmir. Yəni kassada işləmir də. Burada 3 dənə reyhandır, bir dənə keşniş şüyt. Bir də bundan aldım bir dənə. O dəfə Gülafət bacı deyir, yaxşıdır. Uf, klokların səsləri. Həm deyir, paltar yuyan maşını da əlavə edirsən, yaxşıdır deyir. Dedim, hər nədir ki, 2 manatdır da 1,99. Rahatdan aldım bunu. Yol üstü keçəndə Raf su istəyir. Burada su sərin var, verim içsin. Qızlar, işıqlar yandı. Mənə də elə bil ki, canıma bir zaryadka gəldi, sevindim. Hələ telefon zaryadkası 10'dur. Düşüb, gedim telefonu taxım zaryadkaya, mətbəximin bu halını sizə tanış edim. Hə, belə xanımlar, nə demək istəyirəm? Raf stəkanları falan gətirdi, onları yum. Təkrar çay verəcəm, hazırlayım. Başqa suyu doldurum, butulkanı da yum. Baxın, bunları yuyacam. Belə. Bu əriyib, bunu pişirəcəm. Raf məndən duru yağı istədi. Balaca rozetkaya tökdüm, verdim. Ondan iş görür, orada necə turbaları yağlamağa, neyəsə bilmirəm. Telefon zaryadka taxım, qızlar, mən mətbəximi təmizləyim.
Hə, onu deyirdim, reyhan kompotu hazırlamaq istəyirəm. Bir balon elim, Rauf deyir, nə yaxşı, elə Rauf bilirmiş. Elənçi kompot var, mən bilmirdim. Yəni, nə tər bilmirdim, yəni ağlıma gəlməyibdi heç vaxt hazırlamaq. Deyir, çox elə, deyir, 10 litrlik qazan. Deyirəm, Rauf, 10 litr nədir? Əslində bir balona 2 dəstə gedir. Mən 3 dəstə aldım. Dəstələrlə bir ki, halı yox idi da. Nazik idi. Hə, dedim bir dənə 3 kiloluq balonda hazırlayım. Hələ bir görək içirsiniz, içmirsiniz. Hələ 10 litrlik qazan gözdəsin. Hə, o məndən betərdi. Əldən o qədər boldu ki, vəbşi. Deyirəm, hələ birinci bir balon hazırlayaq. Görək nə tədbir olur. Hə, telefonumu qoşdum zaryadkaya xanımlar. Buraları səliqəyə salım da. Hə, elə danışmaq istəyirəm, bilirəm canlı danışıram sizlə. Yığır 8%'dir. Hə, belə söndürüm telefonu qızlar. Xanımlar, reyhanları dedim sizə göstərim. Baxın, elə də mənə orada balaca göründü, amma elə də balaca deyil də dəstədə, amma baxıram ikisini edərəm, birdən az olmasın, nə bilim deyirəm, üçünü də eləyim. Eləyim də üçünü də. Burası çox da olmuyor, bəlkə çox olanda acılıq verə bilər. Nə bilim də eləyim də üçünü də. Təmizləyim. Onun içində yaxşı-yaxşı yuyum xanımlar. Balonu da gətirdim, yudum belə. Bir stəkan da şəkər tozu götürdüm. Çox istəmirəm şəkər tozu. Evdə də nə vaxtdan qalıb bir dənə limon var. Bunu da elə həm suyunu sıxıb özünü də içinə əlavə edərəm. Limonu əlavə edəndə rəngi çıxır. Yəni rəngi bənövşəyə dönür. Yoxsa belə mavi, yaşıl kimi belə bir cür rəngi olur kompotun. Limon və yaxud limon duzu əlavə edəndə rəngi dəyişir. Yəni yalnız bunlardan ibarətdir xanımlar. Çaynikdə doldurdum belə. Qaynasın, hazırlayaq qızlar. Ona qədər göyərtini yuyum, qoyum suda dursun. Kartoşka soğanı da soydum yemək üçün axşama hazırlayaram. Belə göyərtini qoyum istansın, suda dursun. Mən gedim həyətdən paltarları yığım, ipdə qalıb dünən axşam. Gecə sərdiklərimdir. Belə xanımlar. Hazırlayaq görək necə kompot olur. Bir dəfə məndən izləyici soruşmuşdu ki, bu çaynikviz neçə litr tutur? Mən də doğrusu heç bilmirdim, heç ölçməmişdim deyə bilmirdim. Amma indi təxmin olaraq deyə bilərəm xanımlar 2 litr yarım tutur yəqin ki. Çünki ağzına qədər doldurdum və qoydum qaynamağa. Və burada da reyhanlardır xanımlar. Bu qaşığı da yenə yaxaladım təkrar bu taxta hissəsinin içinə salacağım. Baxın, deməli 3 dəstə reyhanı əlavə etdim balona xanımlar. Gördüm, dəhşət çoxdur. Bu nilonsuz da özünün də rəngi çıxdı. Baxın, rəngi çıxıbdı. Hazırlayayım, lap yaxşı işıqlı yerdə göstərəcəm sizə. Baxın belə. Və görürsünüz balon dolmadı. Ona görə deyirəm, həm dolmadı, həm içində göyərti də var idi. Deməli, hardasa 2 litr yarım tutur bu çaynik. İndi yenə su qoydum qaynamağa. Görürsünüz, dolmadı. Birdən lazım olsa üstünə əlavə etmək üçün. İndi şəkərini əlavə edim xanımlar. Bir stəkan şəkər əlavə edəcəm, çox yox. Xanımlar, şəkərini də əlavə etdim və limon. Rəngi sırası dəyişir. Karıştırdım ki şəkər əritsin. Baxın, rəngi dəyişdi. O bir yarı limon lazım deyil, bəsdir bu qədər. Reyhandan da baxın, xanımlar, biraz götürdüm. Çox az belə gördüm. Bütün bir balon göyərti oldu da. Çoxdur. Deməli, mənim aldığım o reyhan dəstəsi kimi dəstənin 2 dənəsi bolunu bəsdir bir balona. Bir stəkan da şəkər toz etdim. Əslində stəkan yarım etmək də olar. İndi zövqə baxır. Mən çox şirin olmanı istəmirəm. Həm də qoy limonun pis turşulluğu da çıxar. Necə qəşəng olur. Belə xanımlar. Rəngi aydın görünür mü? Bu görün. Buradan görünür. Hə. Baxın, rəngi belə oldu. Görürsünüz xanımlar. İndi bunun qapağını da örtəcəm. O çaynik qaynasın. Qaynayandan sonra yenə üzərinə su əlavə edəcəm. Qaytarım yerinə qoyun bankanı. Çünki ora rahat yerdir.
bura koyacağım. Amma bura rahatdır. Dursun burada xanımlar. Çaynik qaynasın, yenə su əlavə edəcəm və soya dursun. Soyandan sonra da qrafinlərə əlavə edib qoyacağam. Buzluğa süzəcəm. Onu demək istəyirəm ki, süzəcəm reyhanla. Bu reyhan da içində yeməklə yeyilər, pomidorlar, salatın yanında. Belə xanımlar. Belə kompotumuzu da hazırladıq. Baxarıq görək necə dadı. Xanımlar, həm pulları silirəm, həm də yeməyi falan. İstədim kartuşkanı da burada nasıl qızardım, doğradım kartuşkanı. Dedim, yox, qoy çay verin Rafiqilə. Sonra qoyaram qızarmağa. Toyuğu da doğradım, astım. Ona tuz istəyət əlavə edeyim. Bura bilirsiniz necə istidir. Bu dəmiri ki yandırıram çay dəmləməyə. Bu dəmir sinir. Sonra da istiliyi gec gedir. Elə isti qalır bura. Onda pəncərəni açdım. Şükür külək dayandı da demək olar ki. Bir dəfə bir bacımız yazmışdı ki, toyuğu niyə qaynadıb qızartmırsınız da. Eləcə edirdim öncələr. O elə də xoş olmur. O qızaranda elə pis parçalanır ki, dadı da bir başqa. Bir ki, bütün dadı gedir suda. Belə bir cür olur. İndi nə bilim, bizdə uşaqlar belə xoşdur, hamı belə xoşdur ki, elə primlu qızardı. Düzdür, misal üçün siz indi onu yazan bacımız deyir ki, birinci o pis suyunu misal üçün atın, sonra təmiz bir halını qızardın da, yəni. Amma elə adamlar da var, xanımlar, broiler toyuğunu qaynadırlar, onun bulyonu götürüb saxlayırlar, ona bulyon deyirlər, yəni elələri də var. Nə bilim də hərə bir cür, onsuz da nə cür pişirsək, neynəsək də bilirik ki, ziyanlı bir yeməkdir, amma da neyniyim. Mamaya deyirəm ki, Cəsur evə gəlində misal üçün öncə toyuq qızardırımı xoşdur deyir, qızartma deyir toyuğu. Bütün gün bilirəm, deyir, işdə də yediyi yemək toyuq olur, sən də evə gəlində toyuq pişirsən. Deyirəm, ay mama, neyiniyim? Onu xoşduyur da, yəni, da neyiniyim? Üç bacı dolmasını da sevir, yeyir. Belə də toyuğu, son vaxtlar lap toyuğa keçib. Bir də əti yalnız kebabı sevir, kebabda yeyir. Bozartmadı, buğlamadı, yemir. Cəsurun bir dostu da var. Cəsurdan çox böyükdür da, nə bilim 5-6 yaş ən azından böyükdür, böyük olandı. O Cəsurun ad gününə də gəlmişdi. Mən də hər cür yemək, bozartma da etmişdim, ləvəngi etmişdim. Nəsə bax belə Cəsur deməm, o yalnız toyuq yedi, yəni ət yemir. Ümumiyyətlə o oğlan deyir, ət yemir. Baxıram yavaş-yavaş gələ-gələ Cəsur deyilir. Çox elə gənclər var, oğlanlar var ki, ət ümumiyyətlə yemirlər, yalnız toyuq yeyirlər. Bax, oğlan da misal üçün Cəsurdan 6-7 yaş böyükdür da. Heç deyim, amma deyir, o ət yemir ki, özə toyuğun yalnız filesini yeyir, sinə hissəsini yeyir. İndi Cəsur da elə olubdur. İndi soruşdum ki, evə gələcəksən, hə mama deyir, evə gələcəm. Ona görə çıxartdım bu toyuğu ki da, neyiniyim, yediyi budur da. Hə, bax, toyuq yesin, amma kənd toyuğunu yesin. O yox, onu heç vaxt bilməz. O kənd toyuğu Cəsur üçün nəhrə yağı kimi bir şeydir da. Bax, elə o dərəcədə. Yəni, kənd toyuğunu ördək, qaz, yox, yemir. Öncələr balaca vaxtı yaxşı idi, bəzi şeylər dəyişir. Misal üçün, lap balaca olanda xanımlar, düzdür, pendir heç vaxt yemir. Heç dadını bilmir ki, pisdir, yaxşıdır. Qatıqla pendir, o heç dadını bilmir ki, pisdir, yaxşıdır. Amma süd içib körpə vaxtı dərman kimi boğazları ağrıyanda içində bəhməz falan qatıb vermişəm. Ya da mən də nə düşdü? Balacaydı, Nuray lap körpəydi də onda. Bu da hardasa birinci sinifdə bəlkə də oxuyardı, oxumazdı. Cəsur zəng edərdi ki, evə nə lazımdır, nə alım. Telefonu açıb deyir, ata pendir al, kələm al. Yəni uşaqda da eşidir ki, mən məsəl üçün nə deyirəm, onları deyir. Qabaq kələmi elə sevirdi. Amma pendir yemirdi, amma deyirdi də. Yəni mənim
təkrarlayırdı da, amma kələm qovurmasını elə sevirdi ki, elə yeyirdi ki, kələm qovurmasını. Zövqləri uşaqların dəyişdi xanımlar, dəyişir. Məsəl üçün bax Rafı neçə ildir tanıyıram, bilirəm o nəyi sevir, nəyi sevmir. Yəni dəqiqdir də belə. Yəni özümdür, amma onların uşaqlar dəyişirlər. Sevdiyi yeməkləri bişirirsən ki, yeyəcəklər belə elə olur heç yemirlər, elə olur elə belə iştahsız yeyirlər və yaxud mən də bol bişirirəm, bir dəfə yeyirlər, sonra deyir daha istəmirəm. Belə dəyişir onların da zövqləri. Belə çaylarım da hazır olsun. Çay yaparım. Termosu hara qoydum? Hə, burdadır. Yox, qoymuşam bura. Ustaların çayını da verim. Kartuşkanı da asım qızarmağa. Baxın, belə həm evin işidir, paltar olur, ustaya çay falan, yemək, belə evi başdan ayağa götürüb axıra qədər qutara bilmirəm. İnanın, bəzən də özüm aldadıram, sevinirəm. Bir gün usta gəlməyəndə, Rafda işə gedəndə deyirəm, o nə yaxşı sakitçilikdir də, rahatçılıqdır. Bugün misal üçün evimdə bilirəm ki, evdə olaraq evimin işini rahat görəcəm. Amma belə eləcə bax fikrim olardadır ki, Raf indi çağıracaq, onu istəyir, bunu istəyirlər. Belə də xanımlar. İnsan bir işi əlinə götürüb bitirə bilmirsən. Bir otağı silirsən, hə, o lazımdır, bu lazımdır, belə. Hə, neysə, belə xanımlar. Hal-hazırda saat 4-dür. Çayını verdim xanımlar, ustaların. Kartuşkanı da belə. Raf kartuşka ilə toyuğu bir qızardanda sevmir, kartof əzlər. Amma mənim uşaqlarım əksinə, onlar üçün yaxşı fərqi yoxdur. Əzlərini daha çox sevirlər. Ona görə belə dedim, ayrıca qızardım kartofu. Raf belə sevirdi. Bu da kompotumuz dursun, burada axşama qədər dursun. Məncə bu sabah içilər ucu. Bu burada nə vaxtda soyuya ki, mən də onu süzüm soyuducuya qoyum ki, sərinlənsin. Belə əzizlərim, bunlar burada bişsin. Tez-tez gəlib qarşıdayım, işlərimi davam edeyim mən. Sizləri də çox yormayım. Toyuğu bayaqdan söndürdüm xanımlar. Belə. Soğan əlavə etmədim heç birinə. Bunu da söndürürəm, yaxşıdır. Bir əlinə qarışdıra bilmirəm. Bu tavanı mən baxın, belə çətin qarışdırıram bir əlinə. Tutmaq lazımdır çünki. Yaxşıdır bu qədər. Pişibdir, yumşalır. Bunu da söndürəcəm. Çünki indi yeyilmir. Bu yeyiləndə yenə isiniləcək, onda da bir də qızaracaq. Yaxşıdır belə xanımlar. Çox qaldıqca, yandıqca, bişdikcə yapışır tavaya. Göz haqqınızı hal edin əzizlərim. Bugünkü yeməyimiz də bu qədər, bu şəkildə oldu. Mən də evləri sildim, qutardım. Hamam otağını da təmizləyirəm. Belə xanımlar, axşama da hələ çox iş var. Qoy qutarsınlar, belki həyəti də axşam yudum. Külək dayanıb demək olar. Belə. Sonra keçib baxaraq görək bugün hasarı nə dərəcədə, nə qədər hördülər ustalar. Özüm də elə yorulmuşam, halım yoxdur, dilim topuq vurur danışmağa. Hələlik yemək içmək işindən bu qədər çəkiliş etdim sizlər üçün əzizlərim. Telefonu açım. Bir əldə kraskalayacaqsan? Baxın xanımlar, kraskasını vurdu, antipas yerinə deyir. Pəncərə təmiz, nə qəşəng görünür. O stul kimi şey lazımdır orada yenə. Hə, düşürdəcəm onu. Baxın, belə, pələkən belədir. Yağını da buradadır. Çayın dəsti haradadır? Stəkanın biri burada duraq. Hə, deyib adını sordadır. Qoyun belə çəkim. Az-az etap iş görüldükcə istəyirəm çəkmək. Belə. Baxın, belə olacaq, görürsünüz. İndi bu davam edər də, yəqin ki, harısa ən azından bu mismara qədər də belə
Bunlar yaşayanlar indi bir-birini görməli deyir. Axı məncə belə qalxar. Hə, hələ var. Baxın, kərpiçlər orada da var. Burada da var. Bax belə. Özüm baxıram, heç telefonla bilmirəm nəyi çəkirəm. Hə, bax belə. Hələ qalxacaq kərpiç hissəsi. Bura qalxacaq. Oralar qalxmayacaq məncə. Ora vəsə. Qapı səviyyəsindədir. Bax ora. Bu mən belə çəliyim. Belə baxın, buradan da belə. Yəqin ki, sonra burada dəmir reşotka kimləsə pilləkənin qırağını eləməyə lazım olar məncə. Çünki uşaqlı olanda uşaq yıxıla bilər. Simentlərin də üstünə klyonka, köhnə klyonkanı verdim. Axşam örtdü. Dedik, birdən yağış yağar. Belə. Baxın, belə bu da görüntümüz. Qonşu, gəl keç burada. Ay qonşu. Rav. Padnosu, çayı götürərsən də nə olar, zəhmət olmasa. Bu qapın da bağlı, qapı niyə açıqdır? Bağlı, toz da olmasın ora. Qoşdun ışığı? Evet. Oranın ışığı nə vaxt belə normal olasıdır? Işığı nə vaxt özün? Özünün bax, sabah akşam gelip ışığı alıp getirip çekmedi. Işığı bu indi özümüzden kuşmuşum. Ha, şöç qalmalısan? Yok yok, şunu alacağım. Hə. Allah bunu da xahiş edirəm. Termisi mənə ver, termisi mənə ver. Belə, bu qədər. Sabahda qutararlar. Ayrı, bu hara qədər olar? Bu qapının başına qədər olur? Hə. Lap axıra qədər? Lap taxtaya qədər? Niyə elə hündür? Yəni qapıya qədər olsa bəsdir məncə. Onda hava oynamayacaq axı burada raf. Yəni o dərəcədə bağlı yoxdur məncə. Bu qapını bax. Yukarıya kadar bağlanacak. Kalan yer açık. Hə, bu pilləkən tərəf. Pilləkən tərəf değil, yukarıya kadar. Hə, patoloqa qədər. Hə, pilləkən tərəf. Amma yenə də qapıya qədər də olsa bəs. Bu axıra kadar olsa sənin yanına. Çatar kərpicin. Belə bu da qumumuz. İnşallah şebin tökdür buranın, tozu torpağı dayansın. Bu da buradan belədir görüntü. Usta başka şeydi. O önceki 2 gün bizim başımızdan oyun açtılar, eğri hördüler. Bak belə indi qəşəngdir. Hem zamanımızı aldılar. Hem onlar qarşımıza çıxana axtarardıq, tapardıq da ustanın. Bir həftə boş vaxt getdi. İndi bunlar da dünəndə gəlmədilər. Bunlar da hoqqa verə işləyirlər. Yenə heç olmazsa yetə xeyirlisi. Buymuş, belə də olmalıymış. O rafter orada göyərçin balalayıb, orada cücə var. Balası var, ona görə bağlamır oranı. Belə, gedək xanımlar. Termosumu da götürdüm. Bu qırıq pəncərələrdir. Mən patlayını xoddan keçim evimizi. Buralara raf nə qədər instrument yığıb. Baxın, belə həyəti yenə təriyo alsan, təmizləyəsən. Qutarmır. Güllərin içində nələr var. Salam xanımlar, yeni bir gündən hər birinizi salamlayıram. Dünən bu kompotu hazırlamışdım. İndi balondan süzdüm, baxın balon süzdüm. İndi bunları koyacağım soyuducuya. Elə podnosum da buradadır. İndi sizinlə birlikdə dadına baxacağım. Hələ dadını bilmirəm. Elə bütün gecəni qoydum balonda qalsın ki, yaxşı dadı çıxsın, rəngi çıxsın.
Rengi təbii həyatda belə biraz bənövşəyi çalırdı, biraz acıq. Amma telefonda sırf roza görünür. İndi dadına baxacağım və sizə deyəcəm dadı necədir mənə görə. Şəkəri belə yaxşıdır. Amma belə də elə çox da qeyri-adi bir deyil. Bəlkə də soyuducuya qoyulub insan su istəyəndə belə o anda içəndə ləzzət edər. Belə də orta. Yəni reyhan, bildiyiniz reyhanın elə öz dadı. Biraz da görüm. Limon hiss olunmur. Hiss olunmur, yox. Belə. Çox da belə qeyri-adi deyil. Mənə deyirlər ki, çox gözəldir, pro belə xoşun gələcək. Normal, yəni reyhanın dadıdır. Bilmirəm, evdəkilər necə bəyənəcəklər. Normalda xanımlar pis deyil, amma çox qeyri-adi deyil. Hardasa bir reyhanı ağız balırsa, salatın ətri gəlir, yəni reyhanın ətri gəlir. Çoban salatı hazırlıq, reyhan vuranda belə ətri gəlir. Bax, elə bir. Prob edə bilərsə, mən də elə yoxlamaq üçün hazırladım. Bilirəm, Rauf xoşlayacaq. O dünən axşam yenə deyirdi ki, çoxlu al, yekə qazanda elə, qoy soyuducuya, qoy içək. Dedim, yaxşı, dedim, hələ bir dadına baxaq, səhər. İndi onlar da baxsınlar. Yer gəlmişkən, axşam oğlum gəldi. Bugün evdədir, bugün istirahət günüdür balamın. Baxın, sumkası özündən götürür bunu da. Hə, belə. Xanımlar, yəni belə də 4 üstə gəl mənə görə. Sırf 5 yox da, yəni belə deyim. Kimisə üçün, hə, yəni mənə bunu deyən qızlar üçün super bir şeydir. Bütün kompotlardan gözəldir. Amma mən elə düşündüyüm kimi də oldu. Çox da super yox, normal. Yine bir qlata qalaq. Normal. Reyhan dadıdır da xanımlar. Belə. Xanımlar, çıxmışam həyəti yumağa. Bu qədərinə gəlmişəm, buranı yumuşam. Belə xanım indi göstərəcəm sizə nə vəziyyətdədir. Hələ buraya baxın belə. Görürsünüz, həm küləyin nəticəsi, həm bu iş gedir deyə əldə ayaqda gələn qum, daş. Masanı da yudum. Belə. Bunları çəkdim bu yana, bunları da üzərini silmək lazımdır. Bunları da sonra eləyəcəm. Baxın, bütün tozlu. Yine birinci həyəti yuyum xanımlar. Baxın, instrumentlərini Rauf edilini yığsın bir kənardan, belə buradan belə yığdı. Buradan belə həyəti yudum. Burada da yenə hər yer, yəni bu divanın üstü doludur. Burada baxın belə tozlu. İndi buranı yuyacağım. Çirkli halını göstərirəm sizə. Bura bütün doldurmuşdur Rauf instrumentlərini. Bunun içində də nəsə yandırmışdı spişka çöpləri. Bura bütün instrument indi buranı boşaltdım xanımlar. Tez həyəti yuyum, sonra buranı yuyacağım. Buranı mən niyə belə şlankla yumuram? Çünki aşağısında kartof, soğan da var. Axar onların üstünə, ona görə buranı elə burada krantla, suyla yuyacağım. Baxın belə. Yəni həyətdən çox şeydə, bax bunların hamısı atılası dəstində. Qalıblar burada. Baxın belə vəziyyətdədir. Bu hələ başlanğıcdır. Cəsur deyim, amma qoy mən yuyum. Deyirəm, sən yorğunsan, deyirəm. Özüm elə deyirəm. Yanlışla gəlin alıb sadacaqdır da, uşaq nə yuyasıdır ki. Bilmir, mən nətəri süpürgünə 100 dəfə bir yerdən süpürürəm. Burada da quşlar yuva eləyiblər o kondisionerin arxasından. Bunu bəri çəkdim altından. Bir kuluq çöp yığdım. Yuva eləyirlər. Baxın, o çöplərdən bax, belə məftildə gətiriblər, buna bax. Belə şeylərdən yuva qururlar. Belə xanımlar, yuyum tez buranı, gələn gedən olur, nə bilim, nə adam da çağırır. Yuyum ki, tez qursun. Rauf da deyir ki, yuma, iş gedir. Deyirəm də, belə yaşamaq olmaz axı, belə. Ev yox, deyirəm, mən yoruluram, qoy yum. Belə nətər biz pilləkən bütün torpaq idi, axşam çatdırıb yuya bilmədim. Tez durdum, səhər yeməyimizi yedik, mətbəxə səliqəyə saldım, tez çıxdım həyəti yumağa. Ev təmizdir.
Buranı da yum. Xanımlar, hələ ki bu qədər getdim. Oradan belə palçıq yudum, elə ağır idi. Telefona WhatsApp gəldi, baxdım ki Nuraydı. Elə ona baxdım, dedim kameranı da açım, sizə göstərəm. Hələ ki bu qədər getdim. Tostların da torbasını boşaldıb yumuşam. Görək onu taxandan sonra tostların işləyəcəkmi? O tostların neçə dəfə xarab olub. Baxın, göyərçinlərim gəldi. Xanım, onlar yəni orada yuva qurmaq necə, yəni alınma, tökülür, inanırsınız nələr tökülür. Bütün çöp pilləkəndə üstü o qırmızı stol kimi şeydi. Onun da arxasına tökülür. Bütün çöp tökülür. İndi yuva qururlar. Bu vaxt yuva qurulur. O qədər oralar hər yer təmizlənəsidir, hər yer xanımlar. Belə. Yuyum, davam edeyim. Ora günəşdir, çox istidir. Mən də tez eləyirəm ki, yavaş elib ideal edə bilmirəm onsuz da. Nə qədər palçıq yudum xanımlar. Bir də onu deyim, baxın. Mən deyirdim, evimizin, bu həyətimiz yağışlardan sonra pis oldu, daşlar. Sən demə, yox, elə bax bunun altından su çəkilmişdi, ora şotikada suyumuz bunun altından gedirdi. O hardasa orada partlayıbdı. Rafona görə öncəki videolarda çəkdim, bu evimiz bax bu hasarın arxasından turba çəkmişdi, təzdən onu çəkdi, elə bir ki, buradan gedəni kəsdi, yəni buradan su gəlməsin. Orayla çəkdi və çox böyük dəyişiklik oldu. Bura bütün mamırlamışdı, yaşıl araları ilə baxın qalıb, amma bu köhnədir. Quruyubdur rəngi birində, yaşıl mamırlamışdı. Bax, buralardan da yaşıl otlar çıxırdı daşların arasından. Barmağımla təmizləyirdim. İndi yoxdur, dayanıbdır. Deməli, nəinki yağış, buranın da turbası partlayıbmış. Evin altına, bunun altına nəmişlik verirmiş. Hətta oradan su çıxırdı, bu divarın öbürüsündən su çıxırdı. Orada su dururdu. Böyle xanımlar, yoruldum ev. Dedim, qutarım, sonra bu tərəf mətbəx tərəfinə gündədir, oranı yuyum, bütün tozdur ora. 2 gün elə güclü külək oldu, yenə külək var, amma o dərəcədə güclü deyil. Gedim, davam edeyim, bitirim. ABD qədər, buranı qutarım, hələ o tərəfdə var, ora günün altıda deyə üzümdə yanır. Gün yandırır, amma yarımçıq da qoymaq olmur. Amma həyətə belə də çıxmaq olmur. Siz nə qədər palçıq getdi, vay. Çox torpaqlı idi, çirkli idi. Belə, mən davam edeyim, əzizlərim. Yudum qutardım. Bu kənarlarında otları islanırdı. İslandıqca da əlimlə yoldum. Xanımlarda bıçaqsız da belə bıçaqla heç istifadə etmədim. Elə islandıqca əlimlə yoldum. Nə qədər ot çıxdı buradan. Belə həyətə təmizlədim xanımlar. Arı uçuruyor, arı yəqin suya gəlib. Belə xanımlar, bu da qurumuş olar bəlkə də. Qupqur da dursun. İndi o tərəfi yumaq lazımdır. Güllərin yanına. Cəsur da belə bir şey aldı, gətirdi. Bu nədir belə? Pərdəli oxşuyur. 4 dənədir. Bu pərdəlikdir. Sən də balaca belə rolik. Nə deyirlər buna? Kraska çəkməyə rolikdir. Valikdir, nədirsə bax belə bir şeydir. Durub 5 dəqiqə oturum burada. Xanımlar, buralar da hələlik bir təmizlədim. Da yudum bu qədər. Belə aşağıları da yığışdırmaq lazım, dəyişəcək. Hər şey, çox bankalar boş var, yığmaq, düzəltmək lazımdır prosta. Hər şey qutarsın, sonra eləyərəm. Yəni buraları boşalmalıdır, instrumentləri bir yer düzəlməlidir. Onların da üstünə plyonka deyirəm, keçirsin Raf. Birdən yağış yağsa islanmasınlar. Halım yoxdur danışmağa. Bunların da üzəri tozludur, amma sulanmağını dünə sulamışdım. Bax, nəmlidir dibləri. Belə, bu qədər xanımlar. Bu da buranın təmizliyi olsun, bu qədər. Yoruldum, üstünüzə sağlıq. Xanımlar, yeni bir gündür. Dünən
Çox elə çəkilişi də bilmədim. Cəsur da evdəydi, onlaydım. Söhbət edirdik, vaxt keçirdirdik. Elə də çəkiliş edə bilmədim. Onlarla mən keçmişdim ki, oradan çəkiliş edim. O evə köçənlər gəldilər, veşlərini gətirirlər. Ona görə də evə döndüm. İndi onlar veşlərini boşaltsınlar, gedib həyəti də çəkərəm. Düşünürəm ki, daha mən oradan çəkiliş edə bilməyəcəm. Həyət zabor hörüldü, şkatur olunur. Yəqin ki, bugün ya sabah şkatur da bitər. Dedim, oranı çəkim sizin üçün. İndi boşluq o dedim, keçim o da veşlərini gətirirlər, qoy gətirsinlər. Qapını açırlar, darvazanı böyük açırlar ki, maşın içəri gəlsin. Belə xanımlar. Xanımlar, yenə mən gəldim. Dedim, bugün də son çəkilişimi edim, sonra edə bilməyəcəm. Baxın, belə. Birinci bura keçə, baxın, bu bir həyət oldu, belə. Orada bağlanacaqdı, sonra biz oradan keçirikdi öz evimizdə. Aha, belə buranı da bu qədər ördülər. Pilləkən səviyyəsində oranı hündür, belə. Kraskaladı raf qapını da. O bir tərəfdəkində kraskaladı. Baxın, belə bağlandı bura, vəsə. İndi qapı işi, həyət düzəlməlidir. Artıq onlarda mən yəqin ki, çəkiliş edə bilməyəcəm, çünki evdə yaşayan olacaq. Veşlərini dünən axşam da gətirdilər, biraz bugün də gətirdilər. Artıq məncə də buradan çəkilişlər edə bilməyəcəm. Belə, buradan da görünüş belə, hələ ki iş gedə-gedə. Buranın şkatur olmalıdır. Bu tərəfdən də. Bu da qamış meşəmiz də var. Belə xanımlar. Burada nələr var. Bence bir görüntü olurdu. İndi belə ayrıldı o şey. Dəndə şəklində çəkim dedim. Vəsə, bu qədər. Sonra baxar, alınarsa çəkiliş edə bilərəmsə, nə isə də o şey. Hamı evinə köçüb, veşlər gəlinib də evdən boş halımla çəkmişdim. Belə, Allah bütün olmayanlara qismət etsin. Hamısı əmək nəticəsidir, zəhmətin nəticəsidir. Allah hər kəsə öz tutduğu işdən, gördüyü işdən xeyir versin inşallah, içində də bizə. Belə gedək. Burada sabahdan hamı köçür, hər üç evdə yaşayanlar sabahdan vəsə. O bir evdə müvəqqət olan kərəkəşlərimiz indi bu gün axşam köçəcəklər öz evlərinə tamamilə. Orada qalanlar da sabah gələcəklər. Bu bir evdəkilər də bugün yenə veş gətirdilər. Yəqin sabah tam köçərlər. Buralarda raf düzəldər, qapını falan, hər yeri. Sabahdan hamısı evlərində yaşayacaqlar. Deməli, bugün iyulun 18 idi. 19-dan 20-sindən öz evlərində olacaqlar. Belə. Baxın, bunlar böyüyüblər. Yetirmək istəyirlər. Gedim, mən də poz silirdim evdə. Bugün daha çəkiliş etmərəm. Yəqin ki, evin son görünüşünü həyata çəkmək istəyirdim indi sizin üçün. Ona görə keçdim ora. Evlərimi toz soranlayıb silirəm. Tozları aldım. Gördüm, sakitçilik dedim, gedim çəkim sizin üçün oranı. Belə. Bu divan da yəqin axşam gedəcək.
Belə. Xanımlar, bugün elə də bir çəkiliş etmədim. Evi təmizliyini etdim. Amma düşünürəm ki, bu divan gedəcəkdi. Bugün Rauf çölə çıxdı. İşdən gəldi Rauf. Yeməyi söndürüm. Rauf'a balaca bir siyah yazdım. Evdə lazım olanları. Hələ Nuray da gəlməyib. Yəni Rauf'la mənəm evdə xanımlar. Çörək. Konfet de alıbdı. Pisok yazmışdım. Bir de kuşonla yazdım. Bir de yumurta. Yumurta almayıb bir de. Niye almayıb yumurtanı? Yumurta almayıb. Yumurtamız tutardı bugün. Axırıncını mən səhər pişirdim. Pomidor yumurta hazırladım. Özümə yedim. Yumurta nə əcəb almayıb. Özdə mən siyaha da yazdım. Qənddə aldım. Ustalar daha çox qənddən içirlər çay xanımlar. Bilmirəm niyə. Bu da 2 dənə şəkər. Tozudur şamponda. Belə. Və şamponumuz qurtarmışdı. Burada bir dənə şampundur. Belsev. Və pambıq çöplərdir. Belə. Pambıq çöpü də burada azalıb. İçində elə biraz var. Baxın, Rauf'un sevimli yeri burada. Baxın, əlinə keçəni bura koyur. Amma bəlkə nəsə aldıqlarının siyahısıdır. Bugün birini də bura attım. Qoy bunu da bura koyun. Bundan da bir dəfə ağlara tökdüm, nə bilim. Heç bir fərq görmədim, nə su pörlə qeyradı. Saçım əslində elə ağarıb, amma məhərrəmli yaydı deyə rəngləmirəm. Bu da hələ dursun burada. Belə. Hələ ki dursun burada. Yumurtanı niyə almayıb deyərəm, o yana çıxsa alsın, çünki mən yumurta yeyirəm. Yoxsa vurdurub götürməyib bəlkə. Usta görmürəm, aşqısız yalana baxmaqla. Belə xanımlar o yana keçdi ustaların işinə baxmağa. Bura köçənlər deyəsən köçüblər, pəncərələr də açıqdır, bilmirəm də. Deyəsən köçüblər tam. Belə xasiyyətim var ki, belə gedim, evə keçim, narahat eləyim insanlar, elə şeylər xoşlamıram. Köçüb, misal üçün belə nəsə lazım olsa, ehtiyacları olsa özləri desələr, hə. Amma belə özüm gedim insanları narahat eləyim, ümumiyyətlə elə şey sevmirəm. Belə bunları götürüm buradan xanımlar.